Dolça bürcü, dünyanın ən gözəl və sədaqətli insanı. Bir Dolçanın həyatında olmaq, bir ömür xoşbəxt olmaqdır. Bir Dolçanı sevmək, bir ömür təməli görməkdir. Dolçalar həyatımızın həssasiyyətidir, duyğusudur. O qədər işgüzar, o qədər sadiq insanlar var ki, axırıncı qəpiyinə qədər sizə sənə verəcəklər safdırlar. Dolçaya dəyər verin. Unutmayın, Dolçanın həyatına atılan addımlar, şahlığa atılan addımlardır. Dolçanın ürəyi bir filiz kimidir, fidanlanır. Dolça bürcü sənin əlindən bax belə tutar, səni qaldırar bir ömür, səni xoşbəxt edər. Bir Dolça ki səni sahibləndi, xoşbəxtsən. Bir Dolça ki səni sevdi, dünyada ən müstəqil azad insan sənsən. Dolçanın o qədər gözəl sevgisi var. Amma Dolçanın qarqışını götürməyin, çox pisdir onun qarqışı, ahı. Dolçanın ki xətrinə dəydin, xoşbəxt olmayacaqsan. Nə çörək taparsan, nə ruzi taparsan. Çünki Dolçalılar, necə deyirlər, Allahın ən çox nəzərində olan bürcülərdən biridir. Həyatda səni xoşbəxt edəcək, çalış və sən də onu xoşbəxt et.